Bir çarəsiz şəxsi, hətta kafir olsa belə, qapıdan əliboş qaytarmaq kasıbçılığa səbəb olar. Əzizlər, bizim qapımızı döyənlər bunu bilək ki, əvvəl Allahın qapısını döyüb. Allah Teala da bizim ünvanı verib o şəxsə. İmkan olmasa belə, heç olmasa şirin dil ilə, təbəssüm ilə qapıva gələni yola sal geçsin. Kasıbçılığa səbəb olan amillərdən biri, bir nəfər sənin halını soruşur, 100 dillə ağlayırsan. Soruşanı da soruşmağına peşman edirsən. Həyatda nikbin olmaq lazımdır. Bədbinlik kasıbçılıq gətirər. Və sonra hədislərdə gəlibdir, valideynin uşağa qarğış və nifrin etməsi o evin kasıbçılığına səbəb olar. Üzü aşağı yatmaq insana qəmginlik gətirər və eyni zamanda kasıbçılığa səbəb olur. Tibbi cəhətdən də üzü aşağı yatmaq